Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı başladı. Soy Production'ın təqdimatında. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qanoyalım. Yaşımı 20'ni yadlayıb keçir, yaşımı 20'ni adlayıb keçir, gözlüyə bilmirəm il qanoyalım. Özün dərdlərini bil qanoyalım. Mikoş! Mako! Ha! Fırıldak! Oğru kimi girirsən, həyəti? Yenə nə fırıldak işlədmirsən, ha? Mən mi? Yenə nə fırıldak işlədmirsən? Gəl, gəl bura, gəl. Gəl biraz qopla, eynim açılsın, gəl. Gəl. Haradaydın Az? Səndən analar doğmayıb, gəl. Az, Can. dünən haradaydın? Canım bir bala. Mən mi? Sənmi? Haradaydın? Hə? Gah dedilər ki, Lazerə getmişsən. Gah dedilər ki, telefonu maşında qoyub düşmüsən. Gah dedilər ki, getmişsən pulu çıxartmışsan banka qoymağa. Gah dedilər ki, şeydir, nədir onun adı? Güyamış ki, çox Mən bir məşğul. dəqiqə. Qəllət edir onu sizdən başqa deyən, nəsə ürəyim çəkdi, bağışlayım. Mən halal edeyim. İllər özümü sapla yola verən adamam. Lazer haram, mən haram. Qara cümmə idim. Mən də illərdir o günü gözləyən adamam. Deyim gün biraz aynı oyundan nəsə alım. Onlar da bu nədir belə yaman gedir ha. Sən bilirsən ki, Mhm. mən bu neçə vaxtı sənə bacıdan artıq olmuşam. Mən neçə vaxtı səndən baxıram, Mhm. yaman limon yeyirsən. Bir işim, bir zadım varsa, bacı kimi deyinəm. Təzyiqim yuxarı olur. Hə, nə deyirəm valla. Yəni, mən sözümü dedim. Hara deyirsən getmişdin? Dərman kəssəm. Hə, bir dənə su ver oradan mənə. Qara Nə deyirsən? cümə idi. Mən də oturub o günü gözləyirəm də. Hə. Hə. Deyirəm, mən Hə. də yazığım, gedim biraz endirimdə bir şey alım. Qara cümədə. Qara cümədə. Evet. Hı. Əvvəla müsəlmanınki qara cümə deyil, cümə axşamıdır. Bu bir. Mhm. İkinciyə qalan yerdə mən adam tanıyıram ki, cümə axşamı öyündə yemək pişirmir. Mhm. Qara gün düşür bu şeyə, bu mərasim evlərinin qabağına. Bir mərasim evini qaralayır, girir ora. Orada aş yeyir. Oradan düşür gəlir ikinci mərasim evinə. Aha. Eşit. Orada qarasını yeyir. Mhm. Gəlir üçüncü mərasim evinə çatır. Orada da bu da yol gedir axı, oradan bura, buradan bura. Gəlir oturur çay süfrəsinə. Bunun qoğalıdır, nə bilim, bunun kətəsidir, bunun badamburnudur. Axır zamanlarda ay başınıza dönüm, çudu da verirlər. Ağız onu ölüyə versəydilər, atama lənət o ölü əyimləri ölsəydi. İnanırsan. Yo, indi mən məsələ elədir ki, mən gərək onu məsləhət eləyim də. İndi mən öz başına qərar verə bilmərəm axı. Abalam, yox, mən nə olsun ki, pul verirsiniz? İndi hər şey pul demək deyil, axı hər şey. Ha. Mən başa düşürəm, indi siz də məni başa düşün də. Mənim də özümə görə şəxsiyyətim var, mənim qürurum var, mənim 5 dənə yaxşı oğlanın yanında hörmətim var. Bu elə bir şeydir ki, mən rüsvay ola bilərəm, biabır ola bilərəm. Elə deyil axı. Yox, bir də, siz hələ başqa adam tapmayın, mən sizə bir saata yığıb yox deyəcəm. Yox,
Yox, o şəxsiyyət qürur, məhz yaxşı olan söhbətini bağladım. Onlara dəxli yoxdur. Bir sada deyəcəm sizə. Yaxşı, oldu. Mütləq xəbər edəcəm mən sizə. Oldu. Adam, mən şəkil vermişdim kastingə ki, mənə kinoya çəksinlər. Gör, mən nəyə görə yığıblar da. Bakır. Necəsən? Rını yaman uzatdın ha. Nədir, nə olub? Yaxınca görüm. Ha. Məsələli başqa istəyiniz adım var. Eşidirsən məni? Bilirsən nə var? Mən maşa deyiləm ha, sən ürəyin istədiyin kimi hərəkət eləyəsən. Qutardı. Püf, heç sözə düzdürmür. Maşa yox, ay çuşka, Maşa. Səndən olsa medved olar, Maşa özüməm. Multfilm danışmaya burada. Nədir, nə istəyirsən? Sözümü de. Lotereyanın pulunu aldım, Bakır. Bu lotereya söhbətini bağladıq. Eşidirsən məni? Məhəbbət lotereyanın pulunu götürdü, apardı, qoydu banka. Banka? İndi anam da məhəbbətə də sənə bir dənə banka qoyacaq ki, özü yer çəkən banka. Alnının ortasından. Ay bir. Olsun. Belə olsun. Öldürüblər ana bala. Buna bir xəbər verməliyəm. Bunun davliyesi mənim müflis eləyəcək. Hə, davliyin. Bakoş! Çox, hay canım. Gördün ha? Nəyi? Ərimin telefon nömrəsini keçən səfər sənə zəng eləyəndə. Yadımda qalıb ha. Nasıl olsun ki? Xəbəri var xəbərdən. Nə xəbərdən? Necə nə xəbərdən? Yadımdan çıxıb. Nə? Lazerə getməyim. Mən mi? Yadından çıxıb, telefonu maşında qoymağın, güyamış ki. Yadından çıxıb, bayların qabağında gezməyin, güyamış ki. Zəng eləyim deyim. Nəyimi deyəsən? Birincisi, o dediklərin yerlərə işməyən getməmişəm, yanına da keçməmişəm. İkincisi, lap belə getmişəm də, keçmişəm də. Qüdrətin ondan niyə xəbəri olmalıdır? Mənim xəbərim var, Qüdrət kimin evinə girir, hardan çıxır, girir. Sən arvad xeylağısan. Ha, arvad xeylağı olub başını aşağı ilə neynəmişəm ki? Pamada çəkməmişəm. Gedib belə dırnaq qoydurmamışam, kiprik qoydurmamışam. Öz kipriyimdir. Dırnağın da. Həri. Nasıl gözüvə girsin elə. Hı. Denən atamın canı üçün. İkisi də özümündür. Qüdrətin atasının canı üçün. Sağ dələ. Təsəvvür edirsən, şimşirilib durur. Nəyimizi güdür onu da bilmirəm. Güdür sizi. Nə bilim, durub da kişi durur. Qüdrət orada, sən burada. Güdür nə görəcək ki? Mən Qüdrətin yolunda bu saçımı ancaq süpürgə eləmişəm. Başqa heç nə. Nəyə güdür? Ölürəm də qopuncunda. Mənim yox mu? Az. İndiyənə qədər sən süpürgə götürmüsən əlivə. Pilisos başqa məsələ. Pilisosu inar. Süpürgə götürmüsən. Qopçu. Ay Fırıldaqçı. Ay, ayıbdır. Saxtakar yalancı. Ayıbdır, valla ayıbdır. Yer bitirənlər çıxar qabağıma. Zəng eləyərəm ha. Zəng eləyərəm ha ərvəyə ha. Zəng eləyərəm hamısını deyərəm. Hələ bir elə. Hələ bir elə. Ağlı gəldi. Aha. Qapını bağladı, qapını bağladı. Məhəbbət, Aha. deməli mənim bir dənə təklif var, səndən danışmalıyam. Nə təhrif? Bir də arvad zəng eləmişdi, sabah qızının toyudur. Amma bəy aradan çıxıb. İndi istəyir ki, mən yalançı bəy kimi Civenin yanında oturam. Necə bir oğuz? Nə deyir o? Bir oğuz bey. Ay, nə qədər verirlər? 5.000. Nə? 5.000. Get. Get. Bakirin canı üçün 2 saat oturacaqsan, durub çıxıb gəldi. 5.000 az puldur. Get. Mən yarısı mənim də bilirsən. Aha.
Nə geysin oraya? Nətər getsin ki? Bu deyil Şevvan kostyumlarını. Bilməzmi? Deyirəm kişi kostyumudur. Bu bir ikinciyə qalan yerdədir ki, indiki zəmanədə arvadlar kişi kostyumu giyinir, kişilər də arvad kostyumu. Bilinir. Unisex mi? Gəl gedək baxaq görüm nə verim mən sənə, nə ki nəsən. Görüm qarderobuna baxım görüm pəncərələr olmalıdır. Hayda. Deyirəm gül kimi arıq qız idim. Bir ilin içində necə kökəldim, heç biri olmur da əynimə. Ha dolamısınız məni? Ha bunlar hamısı sənin paltarlardır ki. Əşi nə ses vaxtırsan baş şuvaya, Zəynəm paltarı verməyəcəm də sənə yəqin ki, pəncərələrdən birini verəcəm. Pəncə yox, pəncə. Pəncə yüzdür. Mən də onu dedim də. Vəbşə də bizim aramızda ona görə kommunikasiya yoxdur da, ona görə heç nə alınmır. Nəysə, gələ bunu giyin. Nə də bu? Bunu taxla görüm, tut görüm bunu. Ay yox. Nədir? Ay yox. Yaxşıdır, amma mənə görə deyil axı bu. Ay çişqa, sən hardan biləsən, tut bunu görüm. Sən hardan biləsən, ha Dubayski pencəyi nədir? Mənim Bir şal var olar bunu. heyf ki əynimə olmur. Anam o vaxtı Dubaydan gətirmişdi bunu. Nə biləsən, ver mənə görüm. Gələ bunu giyin onda. Nədir? Aha, bunun elə bir nəsə ümid işıqları yanır. Ay yox, ay sevgilim. Mən bunu giyinsəm 100% deyəcəklər ki, mənim deyil. Yox, mənim deyil. Onsuz da heç nə sənə deyil ki, bacı. Yəni bir dənə quru canım var, o da sənə deyil, əmanətdir. Nə verim sənə, nə giyinəsən, yaxşı, gəl bunu giyin heç olmasın. Gələ bunu giyin, gələ bunu giyin. Sən məni bura məzələnməyə gətirmisən. Nədir? Nədir bu? Burada xallı pencə verirsən mənə. Ha, bir dəqiqə. Özün heç Bəlkə nə bunu yoxdur. geyineyim. Hələ bir mənə də şey deyir, nə verim sənə giyinəsən səni. Bu nədir? Nə giyinəsən? Yoxdur da elə bir. Ay sevgi, buna bu. Ay yo sən Allah, buna qız bibi oxşayarsan, bunu giyin mən. Paltalıdır da, belə maraq. Ver görüm, mənə görüm. Bunu olsa şey eləyəcəm, verəcəm mama giyinsin, mənim də əynimə olmur. Bu nə deyir? Bunu hardan tapdın giyindir? Heç mən olsa. Nəysə də taparıq da, bir dənə görüm nə var orada. Heç inanırsan sən ki ya, Bitti. hiss eləmədim. Ay Allah. Nə qəşəng sən iynə vuransan. Ay Allah. Maşallah. Harda öyrənmisən bunu? İnanırsan, kənddə bütün inəklərin iynəsini mən vururum. Sən Allah. İnanırsan, onların nə bilim termometr qoyub qızdırmasını ölçmək, Yanağı. iynəsini vurmaqda hamısı mənli idi. İneyi nə də var? Bənə? İneyin mən inəyəm. Sən baytarlığı qurtarmısan? Baytarı qurtarmısan deyəndə ki, baytarlığı qutaranda nə olur ki? İynə iynədir, əhd də əhddir də, vurdun getdi. Kül İnəyə mənim vurdun, başıma. adama vurdun. Kül mənim başıma. Niyə? Gör canımı kimə vermişəm? Kənddə hələ bir dənə də inək mən vurduğum iynədən ölməyib. Nə olub? İndi mənim də əgər ağzım, burnum əyilməsə Allahın köməkliyinə, bundan sonraki iynələrimi sən vurarsan. Götür apar, Nə yerim. aparıb düzələsən? Doğrudan deyirsən. Hə. Amma incitmədi də. Kişi qızı kimi vurdun da. Yox, incitmədi. İncitməz axı. Makuş, Ay can. bacıma sən də deyin ana. Qardeş vey. Deyin ana ki, o toya getsin. Nə var orada? Hə. Uzağa 5 saat oturacaq gəlinin yanında da. Yeməyini yeyəcək. Durub hələ bir oynayar da yeri gələndə. Bir dənə də axırda bir qaşıq dürtəcək gəlinin ağzına zat tort. O da buna. Qutardı, çıxdı, getdi də. Vəssalam, şüddama. Vağzalı, xoş gəldin. Görək də. Mənə bax. Bunu başa sal, key şeydi va. Düşər gəlinin dalca gedər öyə ya. Ay yox.
Öyə gedər ha. Yox, Makoş. ay kimdi onu heç qoyarlar, ona əlini vursun, qoymazlar axı. O bir yana deyirəm, cəmaatda sıfat var, yalançıq toy eləyir. Ay, saxta bəy tapır 30 lira. Gör nələri əl atırlar. Neynəsin Makoş? Neynəsin ay bala? Nağarsın? Deyir, bir misal var, deyir ki, su meymunun boğazına çıxanda çıxır balasının çiyninə. Nağarsın? Dəvətnamələri paylayıb. El var, oba var, xərc çəkib, dost var, düşmən var, gözü götürən var, götürməyən var. Bu köpək oğlu durub bu şılırğı da qaçıb. Nağarsın indi? Cəmaatı nə desin? Elə deyir. Ürək dəstərxan deyir ki, açasan tökəcək cəmaatın qabağını. Əlimdə də şey var, qulağımı çəkənmirəm. Gətir mən çəkim. Neyse. Allah bilir. Ay, Allah bilir ki, nə qədər də toya gedib. O pullar da yığılmalıdır, xaybalam da. Elə deyil. İmam İhsan deyir ki, əstəğfurullah. o da var. Belə deyən görüm. Yox, yaxşıdır. Pəncə yaxşıdır, oturub əynivi. Bir dənə gərək şalvarını tapım, şalvar. Ha, o da yaxşı, dağ eləmə də. Şalvar, pencək bəsdir. Öz şalvarlarıma nə gəlib ki? Ay Allah, sənin başqa şalvarın var? Səni tanıyanlar elə bu şalvardasan, betonlayıblar, elə pərçimlər buraya əynivi çıxmır bu şalvarda. Başqa şalvarın var sənin? Ümumiyyətlə alış-veriş eləyirsən sən? Ha, sən mənim qardırobumu görməmsən. Cırma pəncəyimi. Şalvarlar, köynəklər, maykalar, ondan sonra... Mən yaxşı, ətim tökülsün. Mənə lazım deyil, mən üstü maraqlıdır, mənə neynirəm altığı? Yox, niyə ki? Kişi gərək görünməyən yerdə də ən yaxşısını geyinsin. Ha, az, mən adam tanıyıram ki, evdən çıxanda arvadı bunun köynəyinin altından cırıq mayka geyindirir ki, kişi heç yerdə köynəyini çıxarda bilməsin. Nə danışırsan az sən? Bax, əsl qadın, əsl ailə saxlayan qadın bax odur. O özündən demir, onu öyrədən var, ona ağıl verən var, o elə belə deyir. Amma əsl qadın odur, yəni biləsən, onun ailəsi uzun ömürlü olacaq. Ağıllı qadın, sözümü kəsmə, odur ki, ərir altında bizim üstündə. Bax, indi sən belə ağıllı danışırsan ha. Axırda gedib elə bir sümsüyə elə gedəsən ki, həyat belədir, belə olur həmişə. Hayat onunla göy danışdı. Sən göy kimi alacaqsan ki? Gedəcəksən birini alacaqsan, boynuna zəncir keçirəcək, gezdirəcək səni. O nə deyəcək, onun sözü ilə oturub duracaqsan. Sənə elə öylənçi lazımdır. Öylənçiyi yaxşı qədrini bilərsən sən. Ağrımır, Allah saxlamış vurdu da. Vallahi. Buradasan? Buradayam. Eşək kimi Makuş. işləyirəm. Hə. İşləmə də. Qoy bir qırağa otur ginən. Evlər maşallah tərtəmizdir. Keyfin yaxşı. Makuş, ağlıma bir şey gəlib. Hı. Deyirəm, bəlkə bizdə bu zadla, nədir onun adı, qardaşınla sevginin toyunu yalanpışdandan eləyək. Yalancı? Hə. Niyə? Sən bilirsən, mən necə toylara getmişəm. Özü mən toylara gedəndə yaxşı pul atanama, adıma layiq. Oha. Ağa, şimdi o adamların yardım çox ölüb. İndi yarısını mən hardan tapacağam? Deyirəm, yalandan toy eləyək. Başa düşdün səni. Sevgi ilə Bakir oturdu. Pulu yığaq 50-50 böləyib bacı. Atamalı kimi. Sevgini yalandan 30 lira vurdu. Hə, sevgini də Bakiri də. Yalandan. Hə, yalandan. Nə bilim valla. Mən saxta bəy eşitmişdim. Saxta gəlin eşitməmişdim. Nə danışırsan? Sənə şeylər danışaram. Matın qutun qurya 40 gün ayaq üstə aş susuz yanarsan. Tərpənməzsən. Nə danışırsan? Nə danışırsan? Bu cəmaat pula görə nələr eləmir? Cəmaat? Cəmaat bu pula görə nələr eləmir? Deyəm bir dənə gəlim. Nələrə əl atmır. Gəl də qoyğuna adamsan. Gəl otur, mən söhbət edim. Şəxs, sındırdın. Neylədin? Yavaş ay bala, düşmən malı deyil. Yavaş da. Sındırdın? Yox. Mənim kimi də ayaqsız olur. Hə, de. Şimdi deyirəm ki, bu toyu eləyik. Şimdi 50-50 bölük. Halal xoşun olsun. Mən bir söz deyəm. Ondan sonra gedək İbiziyə. İbiziya. İbiza haradır? Bo. Aha. Haradır ki? Bilirsən nədir ora? Nədir? Ora ancaq ənkələr gedir. Elə qüdrət də onu deyir.
Yaxşı harda dayda qüdrət. Başım beynim yedi və qüdrət. Qüdrət eləmirsən da Koroğlu. Qüdrət elə bilirsən ki, 24 saat o Moskva bazarında ərəbə sürür. Dayçı darogu. Ne dersin ha? Ya. Bir saat işləyir, başını gelir. Ondan sonra budur ve getdi keyfinə. Sən də oturmuşsan burada onun dərdini çəkirsən. Ay. Düz gezdə, düz, qamətini düz tut ki, qəşəng görsənsin əynində. Boynu düz tut. Sevgi, yox, yəni deyirsən doğrudan yaraşır da mənə, hə? Yaraşır, düz. Sən mənim canımı allatmırsan ki məni. Adə yaraşır da deyirəm də, daha bundan artıq nə deyim? Allatmırsan, sən allada bilsəydin mən çoxdan ər-arvad olmuşdum. Sən elə hər şeyi hərrib-fırrib gətirirsən ər-arvada yeyir. Necə geçəydin sənin də canın dincələrdi, bizim də canımız dincələrdi. Onun danışmağına bax, nə oldu bəs? Ürəyin gedirdi mən üçün. Mənə evlənmək istəyirdin. İndi evlənmək istəyirdim deyəndə ki, əvvəl elə bilirdim sevirəm də, amma sonra gördüm ki, bu şeydir də belə yüngül bağlılıqdır. Yüngül bağlılıq. Sən özü yüngül aparmasaydın, bu münasibət əbədi bir Ay, sevgi. sevgiyə çevrilərdi. Bura gəlin bir daha. Bəs mama çağırır, gəl. Gəldim ama. Ne oldu? Ay yox. Hadi bunun şalvarı onun lap şortik olar ki bu. Balacadır. Yo. İstəyirsən sənə 2 dağa kostyum tikdirim. Sabah deyə toy. Ne olsun sabah olanda? Her şey pulun başındadır da. Məncə də qoy Hə. Söyda xanım dərzini çağırsın, sənə bir günə deyir tikir də. Vallahi da. Tiksin, versin kostyumu əlimizə, Hə. götürəyən gedən, Bəli. yaxşı söhbətlər Harda var. getdi? Ay. Hə, Allah qoysun Yaxşı, inşallah. hə. İnşallah. Qoy tikdirsin. İnşallah. Lazımdır. İnşallah. Ha. Deyirəm, maşallah olsun. Söyda xanımın başı saat kimi işləyir. Çık. Divar sağdı yoxsa qol sağdı? Azarkanların ağzı Ha, cırıldı nə gülməkdən. var? Məhəbbət xanım bilir nə danışır. Deyirəm, siz söhbətinizi Eşlə, edin. siz söhbətimizi eləyin. Mən də. Mən bu dəqiqə dərziyə zəng eləyirəm. Çatdıram amma buralarda ola, əlimin altında olacaq. Gələn kim tez ölçülərimi götürsün, tiksin. Tiksin, Oldu, tiksin, danışdıq. Gəl, Oldu. gedək. Buralarda o, çox uzaqda getmir. Yaxşı da, ayda. Mokuş bildin də nə dedim də? Bildim, bildim. Nə var, nədir? Deyirəm, Sevda bir şey dedi, ağlıma batdı. Nə deyib yəni? Deyir ki, Sevgi ilə Akirdə alınmadı. Bu heç. Amma deyir ki, gəl, Bakirlə Sevgiyə yalancıq bir toy eləyək, saxta toy. Deyir, illərlə toya getmişəm də. Siz də qazanın, biz də qazanaq. Bəs sonra? Sonra nədir? Gələcək bir yerə də həyətdə də, onsuz burada qalırıq da. Nə oldu? Toy olduq, tardı ondan sonra hərə öz evinə. Ay, xuliqan, Kim oxşadı, niyə sən beyləncinəyə, mən başınca? Gələcək burada bir həyətdə qalırıq da, onsuz da. Qalmağına bir həyətdə qalır, amma mən toydan gələndən sonra özüm belə qala bilməyəcəm axı. Gələtin elə, artıq pul cibimizi deşir də, qudurmuşuq da. Mən belə oynamıram, mən belə Yiyəmirik, biz yiyəmirik. Sən eləsən bu saat su. Yaxşı, hava soyuqda öləcəm, dolacam soyuqda, bildin də başa düşdüm sən, boy. Oh, çapolu. Sən də yalnız söz söyləsi deyil. Kirçər görmə. Gülün. İşlərimiz düzəlib deyəsən. Gülən vaxtımızdır, gülün. Hələ qiyamət qabaqdadır, deyən. Hələ Sevdanın mərəkəsi qabaqdadır. Qoy gülsünlər. Ay Allah, hoş! Sevda xanda Sevgi balasına bir dənə nağıl danışsın. Biri vardı, biri yoxdur. Bir dənə ölkədə
Sevda var idi. Bir də Mənə- Bakir var idi. Mən çox maraqlıdır, sən nə fikirləşirsən? Əgər ki, mənim fikirləşdiyimi fikirləşirsənsə, ay mama, sən çox qorxulu adamsan ha. Sən elə belə sənə demirlər, qara Sevda elə belə demirlər. Yavaş yavaş, az danış. Parmağımı çəkirəm, gözümə gedər. Ağa, bu Bakiri sən də belə fitləginə, sabah getsin, o toyda bir roz belki otursun. Aha. Həm də biraz belə cəmaatı olsun da. Ayso, öyrəşsin də bir bəliyə. Dağ başında bir dənə hodur, ho. Ayso. Belə deyək gedir. Xəbəri yox da Öyrəşsin, hə. Hə. Ondan sonra da inşallah saxta toy eləyirik. Saxta toy. Saxta toy Hə, eləyirik. Hə. Ondan sonra mama ənkələri yığır ora. Yuxarıdakılar ha. İnşallah. Pulumuzu yığırıq. Pulumuzu yığandan sonra gəlirik öyə. Öyə gələndən sonra da nə var? Nə saxta? Arvadındır, ərisən. Yer qələtvi elə ginə. Otu yerində. Lotereyanda pulunu alacağım onun əlinə. Sonraki planlar başqadır. Necədir? Amma sən biraz da danışır. Mən məsələn xoşuma gəlmədi bu. Axırı bilməm hara gedir bu söhbətin. Niyə? Bilməm də görüm axıra hara getsin. Mən bir güllə ilə 2 quş vururam. İnşallah o quşlardan biri mən də görəm də. Qara yerə soxmusan elə. Babam, yolkalar da gəlib Novugoda. İqrışqıya qədər var. Ay Allah, ay Allah. Ne qəşəng fontu var. Mına var. Nəyə gəlmişik bura mənə? Ay gəlmişik alış-veriş eləyəcək. Aynı oynayacaq. Ağzındakı pışqanı çıxart bu. Sənin əlindən tapanmıram, çatdıramıram evə pışqa. Bu gəlmişik obadan alış-veriş eləyəcək. Qəşəng nə lazımdır? Lön. Xaladelniki dolduracaq. Sonra biz gedəcəyik. Nədir? Mobil tətbiqdən keçəcəyik. Bir də baxdın ki, maşınla yaddan utduq. O bəyə nə var? 2 dəqiqədən bir oyun keçir. Bənə. Izqışanqıdan yana ölürsən. Səhər çayına qatıb. Yığ da olur. Ay, deyəndə bir. Sən qəşəng Novugoda, qəşəng. Pirog xoşlayırsan, yeməyə üzün ağdı. Nə istəyirsən vardan, nə istəyirsən vardan. Ay, gətir, makarondan 2-2 götürək. Hər şey var, hər şey. Gəl bu konfetdən yata, axşamlar muşkulat eləyir. Da. Çox da çatdıramıram. Bir gün şəkər tutassan, keş görüm. Bax, çay da qutarmışdı. Ay, gətir bura. Ay, bu uşaq üçündür. Hə, böyük üçündə var. Var, hanı? Değil mi? Var. Elim günüm, obam sənsən. Hara getsəm, obam sənsən. Ay, Novgod şeylərini görəndə ürəyim gedirdən. Getdi kırfır. Ay, Bakir, valla Sevdan dediği ağlıma batıb. Sən mən bir qulaq az gör nə deyirəm. Qərifçiliyə salma sözümü. Vallahi da belə şey harda var. Bax gör nə deyirəm. Nətərdə oturursan elə ki bəs soludur. Hadi. Eşidirsən gör nə deyirəm. Konfetimdən yadımdan deyir. Bax, qəşəng bir təklifdir. Usta sizdən bir şey alması deyil. Sevgi ilə səndə alınmadı da bu heç. Deyir ki, gəl toyu eləyək. Gəl eləyək də yalan pışdandır da onsuz da. Bax, Sevda deyir, kostyumda mənlikdir, salonda mənlikdir, başı gözü düzəltməkdə. Maşın heç var, vəssalam da. Sən də gedirsən, eləcənə qukulucana, beləcənə oturursan. Toyun axırında da Daniel, Neman, pulu sayırıq, geçək. Onu başa düşdüm, Məhəmməd. Aha, Və biz necə böləcəyik o pulu? yarı yarı dədə malı kimi. Elə şey zad yoxdur. Dədəmalı kimi niyə? Başa düşmədim. Yox, toy mənim deyil, Məhəmməd. Bəy mən deyiləm. Xeyr ola. 20% sənin, qalanın mənim.
Başa düşmədim ha. Nə düşmədin ha? Nə var? Dur ha burada. Dur ha. Niyə nə oldu ha? Niyə? Sən Niyə mən dilənçi zadam, hə? Bura bax ha. Sən müğənnisən, mən də prodüser, ha? Niyə? Başa düşmədim. Hər xərcini eləyirəm. Aparıram, gətirirəm, başı, gözü düzəltdirirəm. Sən də eləcə qurucana gəlib oturursan. Yaxşı yerindən yeyirsən. Ətinin yaxşı yerini sənin qabağına gəlir. Yeməyin qəşəng yerindən, görmədiyi meyvələrdən yeyirsən. Axırda da əlini cibinə salmaya, mənlə yarı-yarı bölmək istəmirsən. Hələ bir mənim üstümə dilənçi payı 20% atırsan. Ay yaxşı da olsun 30% sənin qalanın mənim ha. Mən ümumiyyətlə mən biznesdə güzəştə gedən oğlan deyiləm. Başa düşürsən məni? Biznesə bax. Hə. Ay bu məsələni belə həll elədik və salam qurtardı getdi. Məhəbbət. Dərzi gəldi, mama çağırır. Qanının arasına girdi. Nə olacaqdı mənə? Dərzi ölçümü götürsün, gör mən səndən nətər ölçü götürürəm. Mən heç səs eləyə bilməzsən sən. 20% bula təpi yatır, 30% bula təpi yatır. Allah vurmuşdu bu çayı içərsən, sən verərəm sənə bu çayı. Ala bax içdin. Maşallah, maşallah. Laydı vardı ve laydı var. Güley sənə qurban olum. Sabahları bu kostyum hazır olmalıdır ya. Amanın bir gündür ya. Deyirəm ay Bakir, ölmədim bu günü də gördün. Toyun deyə toyun, bəy olassan. İnşallah, Olsun ki inşallah. geydirmə bəysən. Geyinmə, deyir ki, bu uzun müddət şeydə Rusiyyətdə yaşayıb ha Güley. Hə, indi güclə bunu Azərbaycan dilini öyrədirik. Hə, geyindirmə demək istəyir, deyir geyindirmə. Hadi o geyindirmə, hadi. Gülü xala, hələ geydirmə, yox, geyindirmə gəlin də var. Güley, sən Allah yadından çıxmasın ha. Sən mənim canım. Oldu? Sabahları gözləyirəm kostyumu inşallah. O gün olsun balaların üçün inşallah tikəsən. Amin lahi amin. Amin. Yola sal. Yola sol gülünü geçsin çok Gidi. yuvanmasın. Gidək. Yola sal. 16 Reşat. Da kim var ki? Heç zat da elə bizim Bakıda olanımız budur da. Adamımız var bax bizim. Yetim adamlarıq. Yetim olar elə. Kətdəkiləri də çağıra bilmərəm. Avrumillə bir ətəyimə bükəcəklər. Tezcə başlayacaqlar. Nə amma modun olubsan ay məhəbbət. Sən döydün qoyun qığını muncıq eləyib boğazına düzən. Az yerdən qırıq qopardım. Saqqız kimi çeynənmirdin. Çeynirdim. Eləmişəm də. Gəlin hamının içində üzümə vurasınız. Hamı nəsə eləyir də. Bəyəm hər şeyi açıb danışırlar. Ay qabiliyyətsizlər. Ulanım, varım, yoxum şəhərdəkilər bu 16 nəfəri. Adamımız qırılsın. Qırılsın adamımız. Adamımız mı var? Adamımız olsa biz niyə bu günlərə qalaq? Toyləyəndə adam da tapırıq. Neyse. Buna da şükür, buna da şükür. Bunlar da adamı 39 manat 50 qəpi salıb getməsələr kim nə deyir desin. Qabiliyyətimiz bura qədərdir. Çayın altında. Çay qaynadı ye. Yəni görüm. Hə, yox. Ona deməyim, onun adamlığı yoxdur. Belə əlimdə yağım daşa. Belə dilim tutula. Belə ayaqlarım əgilə. Sürünə gəlib bu verilişə baxmalıyam da. Manyakam da, manyak. Hər vaxtınız xeyir olsun. Xəbərlər efirdədir, nə efirdədir? Marmara həbsxanası bu dəfə tanınmış məhbusları ilə deyil, həbsdən çıxmasını gözlədiyi həyat yoldaşı üçün rəqs edən bir qadının videosu ilə gündəmə gəlib. Silivridə yerləşən həbsxananın qarşısında çəkilən görüntülərdə gənc qadın Rakka Oktayın yenidən mahnısına qoşularaq rəqs edir. Sosial şəbəkədə geniş yayılan bu video birmənalı qarşılanmayıb. Kimisi xoş sözlər, daha çox izləyici isə tənqid və nalayiq sözlər yazıb. Mən başa düşə bilmirəm də bu sosial şəbəkədə oturub, bu arkadaş oynayıb da.
Bu niyə? Yəni bu nə böyük şirdirsiniz? Oynayıb da adam, yəni nə pis şey neyiniyib ki? Oynayıb da, oynayıb. Nə hisslərini biruzə verib. Başa düşmədim. Bunun indi əri həbsxanaya düşəndə, kədərlənəndə yaxşıdır. Həbsdən çıxanda, oynayanda pisdir. Bu nə pis eləyib? Yox, bunun hansı hərəkətində pis var? Siz pis görməmisiniz, yoxsa pis... Yəni pis hə nədir? Adam hələ gör qadında şücaətə bax. Normalda axı qadın gizlədər mənim ərim həbsxana filan xanımdır da, istəməz ki, bilsinlər ki, filan kəs həbsdən çıxan kişinin xanımı budur. Gör nə qədər sərbəstdir, gör nə qədər belə həyat doludur ki, istəyir ki, qoy bilsinlər mənim ərim həbsxanadan çıxın, bugün belə kef damaq olacaq. Niyə olmasın? Niyə olmasın da? Niyə ümumiyyətlə bizim yox ha? Niyə vəbşə bu insan övladı qəm çəkəndə, dərdə düşəndə, dilxor olanda, lonqaya düşəndə, ən pis şeylər olanda onlara bəyənirik, sıxallayırıq, can, qurban olum, daha çox bəyənirik. Amma bir adam sevinəndə, bir adam belə oynayanda, sevinə-sevinə, xoşbəxt oynayanda hamı ya söyür, yallaq edir. Niyə? Qardaş, bir hisslərimizi biruzə verək də. Qadın pis neyiniyib ki? Biruzə verək. Lazım olsa ağlayaq, özü hamının yanında. Hıçqırtı ilə ağlamaq lazımdır. Kişi ağlamaq, zat boş söhbət deyil olar. Ağlamağın gəlir, dəsmalı götürür, belə ağla. Qışqırmaq istəyirsən, ən hündürdən qışqır. Belə nəyi var qışqır? Gülmək istəyirsən, şaqqanaq çək gülü, 32 dişinin hamısı görsənsin. Heç kimə fikir vermə, qardaş, bu sən hisslərindir. Bax, o sənə verilən bütün hissləri sən yaşamalısan. İçimizə ata-ata xarab olur, çürüyür. Onu at içmə, bunu at. Bu da depodur, bu yer dolur. Bir gün partlayır, qəlpələr. Özdə partlayanda ən günahsız adam var ha. Maksimum deyir ki, qardaş, çox üzr istəyirəm. Siz harda qaldınız? 5 dəqiqə bundan qabaq mən sizi gözləyirdim. 3 il bundan qabaq ki, agresiya var ha. Onlar hamısı yığılıb 2 il, 1 il, bütün yazlığın üzərinə düşürsən, o qalır yükün altında. Niyə? Onun nə günahı var idi? Qardaş, belə eləməyin də. Adamın həyat yoldaşı həbsxanadan çıxır. Gözəl gündür də. Bəlkə elə 9 ay sonra anadan olan bir övladın təməli ilə bu gecə qoyulacaq qadın alımı. Dəyməyin də cəmaata. Düppədüz deyir də. Ürəyindən adamı xəbər verir, belə cigərindən öd kisəsindən adamı xəbər verir. Vallahi xalqın dilindən danışır da, xalqın dilindən danışır, başa düşürsən? Tutub o nəbzi də, xalqın nəbzini tutub da. Sevgi, bir dəqiqə deyən görüm də hara gəlsən? Bir dəqiqə söhbət edirəm, bir dəqiqə. Əşi, nə istəyirsən? Mən yoga gedirəm, sən hara gəlirsən? Bu da yoga vaxtıdır, gör nə deyirəm sənə. İndi biz, doğrudan indi bəygələn kimi yan-yana oturacağıq. Hə də, burada həyəcanlanmalı nə var ki? Sən də mən də bilirik ki, bu toy saxtadır. Başa düşürəm, bilirəm. Amma yəni, bunun özü adamı biraz heyecanlandırır da, yox. Bura bax, birdən çaşıb toyda içib eləyərsən ha, yadından çıxar ki, bu toy saxtadır. Toy bitən kimi sən şimala, mən cənuba, başa düşdün? Bir dəqiqə, xeyr olur, xeyr olur, mən şimala, soyuğa, sən cənuba istəyir. Mən də istəyirəm da. Biraz da keçsə sən çox şey istəyəcəksən. Düş aşağı, mən gələm yoxam eləmək. Bir dəqiqə. Hə. Bax, deməyim odur ki, indi yalandan da olsa, fakt odur ki, biz bəygəlin stolunda bir yerdə oturacağıq da. Deyirəm, adam istəyəndə də gərək bərk istəsin, ha. Yox, istəməyini istəmirsən, belə güclü manifestləmirsən, alınıb. Amma ki, özün o qədər saxta adamsan ki, toyun da saxtadır. Kim nə bilir, saxtadır. Şurasında da mən bilirəm də, bəs deyil. Düş aşağı, mən gələm yoqam edim ha, bütün vaxtım alır mənim. Heyf ki, yanımda gəlin kimi oturassan da. Yoxsa 2 kəlmə qəşəng söz deyərdim sənə. Növbəti xəbər. Son günlərdə dəfn mərasimlərində musiqi səsləndirmək, xüsusilə rəhmətə gedən şəxsi bağları ilə yola salmaq cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Bu məsələ ilə bağlı aidiyyatı qurumlardan bildiriblər ki, yas və dəfn yerində bu kimi musiqilərin səslənməsi düzgün hal deyil. Yas mərasimləri toy adətləri ilə qarışdırılmalı deyil. Mən hər şeyi başa düşürəm. Bax, hər şeyi başa düşürəm. Yəni, əgər bu qanunla qadağandırsa, hamı qanun qarşısında boynumuz qıldan incədir. Yox, əgər bu qanunla qadağan deyilsə,
Bu hər adamı buraxmaq lazımdır onların hisslərinə. Çünki bu ağır gündür də. Bu yasdır, dəfindir, bunun 3-üdür, 7-si. Bu elə bir məsələdir ki, bax Azərbaycan nə olsun ki, balaca coğrafi, yəni balaca ölkədir də, yəni dünya ölkələrinə baxanda. Amma hər regiona görə bir dənə adət-ənənə var. Mən şəxsən özüm görmüşəm. Qardaş, buraxın hamı öz hissləri ilə davransın da. Onsuz da hamı o evdən bayıra çıxsın qadağandır. Olmaz. Bu belə maşın sürürsən o, yəni 1000 dənə bir çərçivələr var da. Bu yasda o adamın öz günüdür. Buraxın o özü necə rahat bilirsə. Bəlkə rəhmətli belə, yəni olur ha, biliyorsun ki, rəhmətli əhd edir. Məni belə bastırır, məni belə eləyir. Nə var ki burada? Görməmisiz bəyə. O qədər olub ki, məsələn mən görmüşəm ki, toyu olmuyor. Rəhmətə gedən adamlar var, yəni valideynləri onların yasında vağzalı çaldı. Əhd edirlər də, fikirləşirlər ki, biz nə vaxtsa oğlumuzun vağzalı səsini eşidək, belə yola salaq. Yəni kimsə bəyənir, kimsə bəyənmir, onu başa düşürəm. Amma buraxın oradan bunlar çərçivəyə düşməsin də, belə istəyirlər də, bəlkə ürəklərindən tikan çıxır. Bu normaldır da, burada nə var ki? Yəni oğlunun toy eləməyib, rəhmətə gedən oğlunun toyunda qol qaldırıb vağzalını oynayan, məsələn, valideyn görmüşəm. Ərə getməyən qızı rəhmətə gedib, anası gəlin paltarını geyib, qol qaldırıb oynayıb, konfet atıb, nə bilim, güzgüyə. Mən dayı görmüşəm, bacıoğlu rəhmətə gedib, gənc adamdır, bildiyin düşüb ortalığa şıdırğı oynayıb, çıxardıb şabaş atıb göyə. Elə adam var ki, rəhmətə gedib onun sevdiyi mahnını bütün ailə xorla oxuyub. Qardaş, bunlar real faktlardır. Mən özümdən Amerika açmıram. Qoyun ailə onu yaşasın. Bunu bir ailə bilməlidir. Bu özləri bilməlidir. Rahatlaşsınlar. Bəlkə arzu tutublar, bəlkə əhd edirlər. Bu niyə belə şeylərə siz tənqidi yanaşırsınız? Ümumiyyətlə qarışmaq lazımdır. Toyu başa düşürəm. Amma yas elə şeydir ki, hər insan necə həmin vaxtı o elə görürsə, elə rahatlaşmaq istəyirsə, onu buraxmaq lazımdır ki, qoy onu eləsin. Qardaş, bu hər şeyə görə bir dənə muz qoymuyor, bir dənə şey eləmin. Qardaş, onlar da bizimkidir. Hamısı Azərbaycanlıdır ya. Hamısı bizim bölgələrimizdə, rayonlarımızda. Hər yerin özünün adəti var, ənənəsi var. Qara zurna ilə yəni olur ki, yəni insan bastırırlar. Normaldır da qardaş. Bunu biz eləmir ya. Biz də görə gəlirik də qardaş. Babalarımız eləyib, onların babaları eləyib. Onda belə çıxır ki, sən bizim onda babalarımızın adətinə də qarşı çıxırsan. Bıraxın belə şeyləri, azad olun, rahat olun, özünüz olun da. Eləməyin, lağ eləməyin. Mən sizə bir dənə söz deyim, heç vaxt lağ eləməyin. Heç kim dünyanın işini bilmək olmaz nə baş verə bilər. Sabah elə bir dənə şey baş verəksən, elə şey eləyərsən ki, 100 ildə fikirlərsən, ağlıma gəlməz ki, sən bunu eləyə bilərsən. Heç kim lağ eləmək lazım deyil. Temboridəki yastı, belə şeylərdə biraz ehtiyatlı olmaq lazım. Valla bu gədə alimdir. Əməlli başlı alimdir va, cavan alim. Bu alim olmasaydı mən bunu ömrü bıraxardım. Dünya da ağlı bıraxmazdım. Mən adam tanıyanam axı, mən bilirəm də bu nədir? Bu dəryadır, dərya. Canım Söyda xanım. Fşo, mən yazdım. Neyi? Elə bil ki, siyahımı Adamlar. tutmuşam. Hə? Mənim çağırdığım adam elə bunlar oldu. Oxu görüm kimlərdilər. O məqrəbə deyil, ya kimdir? Hə, hamısı var. Çox da deyil ha. Kor Hə. Səmid, Axsaq İmaj, Keçəl Saday onları ailəvi yazdım. Qurtlu Məcid tək, Sərgüləndan birinci əri ilə, Şüşəyyən Dəlləy arvadı ilə, Lunatik Sərvər Baysi ilə, Çövçü Pakizə əri rəhmətə gedib, amma gələcək, problem yoxdur. Bir də faizə pul verən Zəhrimar Səidə var. Onlar da bütöv ailə ilə çağırmışam, yaxşı pul atacaqlar. Bunlar hamısı elə bir ki, bizim hörmətli adamlarımızdır. Hörmətlidirlər bunlar. Hə, çox hörmətli adamlardır. Sağ ol, yaşa. Əgər hörmətdilər bunlardılarsa, göründü hörmətsizlər nə gündədir. Ağac, bunları restorana yığacaqsın, yəni dəlxamıya. Yaxşı, ay Sevda xanım, sizin kim də görəcək? Nə deyirəm valla, nə deyirəm? Toyun mübarək, ay məhəbbət xanım. Çox mübarək. Ala göz yaşını sil qanoyalım. Yaşımı 20'ni yadlayıp geçir. Yaşımı 20'ni adlayıp Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macərası serialı bitdi.